Azərbaycan Avropada məhbus sayına görə ikinci yerdədir. Ölkədə həbsxanaların doluluq səviyyəsi də kritik həddə çatıb. Bu məlumat Avropa Şurasının qitənin 51 həbsxana sistemini əhatə edən 2025-ci il üzrə rəsmi Space 1 hesabatında yer alıb. Sənədə görə Azərbaycanda hər 100 min sakinə 271 məhbus düşür. Ölkədə hər 100 yerə 98 məhbus düşür. Bakı-Tbilisi-Bakı marşrutu üzrə gediş haqqı məlum olub. Bir istiqamət üzrə minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır. Bu, əvvəlkinə nisbətən azı 3 qat artıq qiymətdir. Hazırda həbsdə olan Abzas Medianın baş direktoru Ülvi Həsəninin həyat yoldaşı Rübabə Quliyeva naməlum şəxslərin onların yaşadığı mənzilə girdiyini iddia edir. O deyir ki, evinə girərkən işıq söndürülüb. Rübabə Quliyeva evinə girənlərin Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının ola biləcəyini qeyd edib. Rübabə Quliyeva deyir ki, evində kamera olduğundan əşyaların yerini dəyişdiyini aydın görə bilib.